Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan qurumlar və Sumqayıt Bələdiyyəsinin əməkdaşları növbəti geniş miqyaslı iməcli işləri həyata keçirib. Aksiya Bakı-Quba magistral yol istiqamətində aparılıb və ərazidə gözə çarpan müsbət dəyişikliklərə nail olunub. İməclik zamanı əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib. Yol kənarları, yaşıllıq zolaqları və ümumi istifadədə olan sahələr hər tərəfli təmizlənib. Ətraf mühitin sanitar vəziyyəti xeyli yaxşılaşdırılıb. Eyni zamanda alaq otları biçilib, tullantılar yığılaraq ərazidən daşınıb. Abadlıq və səliqə səhman işləri yüksək səviyyədə icra olunub. Qeyd edək ki, Sumqayıt şəhərində bu cür iməclik aksiyaları artıq ənənə halını alıb. Hər həftə mütəmadi şəkildə təşkil olunan bu tədbirlər şəhərin müxtəlif ərazilərini əhatə edir və sakinlərin rahat, təmiz və sağlam mühitdə yaşamasına xidmət edir. Küçələr, prospektlər, magistral yolların kənarları, park və yaşıllıq sahələri ardıcıl olaraq nəzarətdə saxlanılır. Şəhərin ümumi görünüşünün daha da gözəlləşməsi istiqamətində ardıcıl addımlar atılır. Görülən işlər Sumqayıt şəhər İcra Hakimiyyətinin şəhərin abadlaşdırılması, ekoloji tarazlığın qorunması və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin bariz nümunəsidir. Bu tədbirlər təkcə vizual görüntü deyil, eyni zamanda şəhərin ekoloji vəziyyətini də əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sakinlər də həyata keçirilən iməcli işlərini yüksək qiymətləndirir. Qısa zamanda görülən səmərəli işlər Sumqayıtın günbəgün daha da gözəlləşdiyini, təmiz və abad şəhər simasının formalaşdığını bir daha nümayiş etdirir. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.